Azərbaycan nə vaxt sülh yolu ilə Qarabağ məsələsinin həllinə ümidləri itirdi? Elmar Məmmədiyarov danışdı. 2004-cü ildə Praqada aparılan danışıqlarda əsas məqsəd Ermənistanın Azərbaycan torpaqlarından sülh yolu ilə çıxması olub. Oxu Az xəbər verir ki, bunu Azərbaycanın sabiq Xarici İşlər Naziri Elmar Məmmədiyarov ictimai televiziyada yayımlanan təmas xətti verilişində 2003-2004-cü illərdə Ermənistanla aparılan danışıqları şərh edərkən deyib. 2004-cü ildə Praqada həm həmsədrlərlə, həm də Ermənistanın Xarici İşlər Naziri ilə görüşlər zamanı biz ilk növbədə dedik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsas götürülsün. Onların əsasında elə bir mexanizm qurulmalı idi ki, Ermənistan sülh yolu ilə Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarsın, deyə sabiq nazir qeyd edib. Elmar Məmmədiyarov həmin dövrdə baş verən Praqa prosesinin mahiyyətinin müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslandığını vurğulayıb. Bizim mövqeyimiz ondan ibarət idi ki, müstəqillik, suverenlik və ərazi bütövlüyü çərçivəsində danışıqlar aparılsın. Vaxtilə Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Qarabağda yaşayan ermənilərə ən yüksək səviyyədə muxtariyyət verməyə hazır idik, amma Azərbaycanın ərazi bütövlüyü daxilində. Müzakirələr Madrid prinsipləri modelinə əsaslanırdı. Sabiq nazir əlavə edib ki, o dövrdə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan arasında görüş zamanı tərəflər arasında fikir ayrılıqları yaranıb. Cənab prezident mənə bildirdi ki, dünya Ermənistanın ərazi bütövlüyü çərçivəsində mövqe tutmasını istəyir. Koçaryan da bunu başa düşdü. Buna görə də o, prosesdən imtina etməyə başladı, amma bunu açıq şəkildə etmirdi, qorxurdu. Çünki Rusiyadan, ABŞ-dən və Fransadan təzyiqlər var idi. Həmsədrlər gedişatı uzatmaq istəyirdilər, sanki sonsuz bir prosesə çevirmək niyyətində idilər. Elmar Məmmədiyarov həmçinin Ermənistanın o zamanki Xarici İşlər Naziri Edvard Nalbandyanla Parisdə keçirilən görüşü xatırladığını deyib. Nalbandyan mənə dedi, inan, Elmar, bizə çox təzyiq var ki, Ermənistan Qarabağın müstəqilliyini tanısın. Mən isə cavab verdim, əgər tanımaq istəyirsinizsə tanıyın, amma sonra ABŞ, Rusiya və Fransanın üzünə necə baxacaqsınız? Çünki bu, sülh prosesinin tam dayanması demək olardı. İrəvan və Bakı arasında tarixi sülh sazişi, Trump. 3 ay əvvəl mənim administrasiyam qonşu dövlətlər Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin imzalanmasına vasitəçilik edib. Bu 8 ayda başa vurduğumuz 8 müharibədən biridir. Axar Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə deyib. Bu tarixi razılaşma yeni Trump marşrutunun beynəlxalq sülh və rifah naminə Trump marşrutu TRIP, RED tikintisini də ehtiva edir. Onlar ona mənim adımı verdilər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Əslində bu, böyük bir razılaşma olmaqla yanaşı, beynəlxalq sülh üçün yeni Trump marşrutudur. Bu, dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən və Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətini artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur. Əminəm ki, bugün burada olan hər bir ölkə razılaşma ilə ortaya qoyduğumuz fürsəti qəbul edərək sülhün imkanlarından faydalanacaq, Trump qeyd edib.